Dostlar salam, hər vaxtınız xeyir olsun. Mənim adım Kamaldır. Bugün sizlə 17-ci vlogumuzu çəkirik. Çox sağ olun videoya baxdığınız üçün. Saat 11-ə qalıb. İndi yadıma düşdü ki, mən video çəkməliyəm, çünki başım qarışmışdı biraz. Və bugün çox maraqlı, bugün deyil də, bir neçə gün öncə maraqlı bir şey oldu. Elə bunu sizlə sadəcə paylaşmaq istəyirəm. Mən 2019-cu ildə bu oteldə işləyəndə, elə indi də mənim çalışdığım bəzi əməkdaşlar var idi. İndi də həmin əməkdaşlar qalır komandada. Ki onların bəzilərinə xoşum gəlmir. Səbəb də çox sadədir. Dəhşət qeybət edirlər və dəhşət bir-birlərinin arxasıca danışırlar. Məsələn, biri gəlir mənə, onun arxasıca danışır, o biri gəlir mənə, onun arxasıca danışır və bir-birləri ilə bir yerə gələndə mənim arxamca danışırlar. Bu bəlkə də kimsə deyə bilər ki, insandır, normaldır, normal bir şey deyil, xarakter. Xarakteri doğru, düzgün olmayan insanlar, bir-biri ilə qeybət edən, bir-birinin arxasıca danışanlar və s. Bunlar öz yerində, bunu qoyuram bir kənara. Sadəcə bugün demək istədiyim başqa bir şey var. Həmin o əməkdaşlardan biri ilə yaxınlarda danışanda, o ofisdə heç kim yox idi. Nəsə, mənim ümumiyyətlə həyat hekayəmdən belə səthi olsa da xəbəri var ki, bəs yoldaşımla hələ ki ayrı yaşayırıq, çünki mən xaricdəyəm, o məndən kənardadır, övladlarım məndən kənardadır və s. və axır bunu bilir. Və bunu bilən əməkdaş, danışan əməkdaş, normalda mən onu gün ərzində çox belə deyib gülən xanımdır. Deyib gülən, çox belə məzəli, aktiv bir insan kimi görürdüm və belə də tanıyırdım. Həmin günə qədər, yəni bir neçə gün öncəyə qədər mən bilmirdim ki, bu insan da əslində ailəsindən ayrı qalırmış. Düzdür, xarakter baxımından bəzi şeylər var ki, ona xoşum gəlmir və mənim üçün qəbul olunan deyil, qeybət kimi. Amma ki, bunu biləndə biraz çox qəribə oldum. Çox qəribə oldum ki, birinci məsələ, insanlar kənarda nə qədər fərqli görünsələr də, əslində onların yaşadıkları elə şeylər var ki, üzdə deyil, görsənmir, danışmırlar və biz bilmirik və biz sadəcə olaraq üzdən, belə deyək, qablaşdırmaya baxanda elə görürük ki, hər şey çox gözəldir, dizaynı gülümsüyür, hər şey gözəldir, pozitivdir, amma ağzını açıb deyəndə biraz da doluxsundu, emosional oldu da. O vaxt, yəni mən derim ki, mənim heç xəbərim yox idi ki, sən əslində belə bir şey yaşayırsan və qayıtdım deyim ki, əslində elə bu komandada mənə bəlkə də müəyyən qədər sən daha yaxşı anlayırsan. O anda inanıram ki, bu həyatda heç nədən baş vermir səbəbsiz yerə və düşünürəm ki, bu mənim üçün müəyyən qədər bir dərs oldu. Dərs oldu ona görə ki, insanları xarici görkəminə görə mütləqdir ki, qiymətləndirmək olmaz. Yəni, hətta kimsə gülümsüyürsə, kimsə üçün yəni, həyat özünü pozitiv olaraq göstərirsə, bu həyatda bu demək deyir ki, onun həyatında hər şey yaxşı gedir. Və bir neçə gün öncəyə qədər o xanım əməkdaşla bağlı fərqli fikirləşirdim. Və bir neçə gün ərzində artıq tamam fərqli fikirləşdim. İllər sonra bundan xəbərim oldu. Və bilmirəm, bəlkə siz də beləsiniz, bəlkə siz də pozitivsiz. Mən, məsəl üçün, struktur olaraq, üz quruluşu baxımından, xasiyyət baxımından eləyəm ki, məsəl üçün, müəyyən qədər bir çətinlik varsa əgər, özümü nə qədər pozitiv göstərsəm də, hər şey nə qədər everything is alright desəm də, gözlərimdən hiss olunur. Yəni, gözlərimdən və mimikamdan onu gizlətmək biraz çətindir. Bəzən özümdən asılı olmayaraq divara baxıb dəqiqələrlə heç nə fikirləşməyə bilirəm. Duruxsunuram, dururam, donuram. Bildiyiniz sanki elə tokdan çıxardılar və heç nə fikirləşə bilmirəm və bir yerə gözümü zilləyib baxıram. Belə şeylərim var ki, ara bir onu kontrol edə bilmirəm. Ona görə də bəzən insanlar onu görürlər və istər-istəməz sorğuluyurlar ki, nə olub, hər şey yaxşıdırmı? Və mən deməsəm də bilirlər ki, bəzən bəzi çətinliklər ola bilir. Lakin görünüşə görə bizim də öyrənməli olduğumuz çox şey var və hər daim nəsə öyrənəcəyik və öyrənməliyik. Və çox maraqlı bir şey oldu əslində mənim üçün. Çox maraqlı bir şey oldu. O insan mənim gözümdə tamam fərqli bir insana çevirdi. Sırf o tərəfdən. Güclü bir insanıymış. Güclü bir xanımıymış əslində. Nəysə, bunu paylaşmaq istədim sizdən. Bugün işimlə bağlı hər şey qaydasındadır, yenə də sərgiyə gedəsi oldum. Bugün 2 sorğu təsdiqləmişəm, 2 satış olub, böyük satış olub və bəzi departamentlər arası yazışmada da sözümü qəşəngcə demişəm. O tərəfdən ürəyim çox rahatdır.
Yəni belə deyək, negotiation part, discussion part 2 var, danışıqlar aparılma hissəsi. Sözümü yeritmişəm müəyyən qədər. Düzdür, mən deyən olmuyor, amma ürəyimdə qalan bəzi məqamlar var idi ki, onu dedim qəşəngcənə və rəhbərimə də qayıtdım dedim ki, ola bilsin ki, bu mənim ixtiyarım yoxdur belə bir şey deməyə, amma bu ədalətli qərar deyil. Bu verilən qərar tamam fərqli bir şeydir, amma departamentlər arası verilən qərar idi və bunu dedim. Rəhbərim də sağ olsun, ignor elədi, yaxşı mənada. Və axır ki, mən sözümü dedim, biraz ona görə çox rahatım. Və bugün bir müştəri ilə görüşüm olub. Uzun illərdir ki, əlaqədə olduğum bir müştəridir ATL olaraq və qayıt dedi ki, biznes olacağı təqdirdə sizin hər zaman yanınızda. Başqa heç nə. Sabah yenə də sərgidəyəm. O birisi gün artıq zənglərə başlayırıq. Gələn həftədən artıq başlayırıq satış görüşlərinə. Çünki sərgi bitir və görüşlərin təyini başlayacaq. Çox sağ olun. Mənim bu danışıqlarıma qulaq asırsınız. Sona qədər baxdıqsa yazın ki, Kəmal, axıra qədər baxdım. Dəstəyiniz üçün minnətdaram. Ümid edirəm ki, gələcəkdə nə zamansa inşallah bu videolara baxanda böyük bir fəxr hissi ilə deyə bilərəm ki, həm mən müəyyən qədər inkişaf eləyə bildim, həm də sizlər hər daim mənim yanımda oldunuz. Çox sağ olun. Hələlik.